Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Yeni bir işimiz gəlib. Müştərimizin belə bir krasovkası var. Müştərimiz bu krasovkanın ilk növbədə altını dəyişdirmək istəyir. Altı ağdır, bunu qara krasovka altlığı ilə dəyişəcəyik. Sonra bunun rəngi göy rəngdir. Bunu qara rənglə dəyişdirmək istəyir ki, həm gündəlik geyimləri ilə uyğun olsun, həm də gündəlik qulluq rahat eləyə bilsin ayaqqabıya, daha doğrusu krasovkaya. Və sonra bunun üstündəki olan qırışlar var. Bunlar hamısı aradan qaldırılacaq. İnşallah yeni bir vəziyyətini də sizinlə paylaşacağım. Sizlər də ayaqqabılarınızda gözəl dəyişim olmasını istəyirsinizsə, buyurub bizlə əlaqə saxlaya bilərsiniz. Salam bir daha dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Söz verdiyimiz kimi müştərimizin ayaqqabısını ümumi olaraq restavrasiya elədik. Həm altını dəyişib, qara atlıq qoyduq, həm rəngini dəyişdik. Qara rənglə, içinin də rəngini dəyişmişik qara rənglə müştərimizin istəyinə uyğun olaraq. Bir şey də qeyd etmək istəyirəm ki, müştərilərimizin istəyinə uyğun təmirlər görürük. Əgər müştərimiz bunun öz rəngində qalmasını istəsəydi, öz rəngində də saxlayıb rəhləyərdi. Atlığı da müştərimiz belə bir atlıq seçim elədi. Atlıq da təmiz türk istehsalı poliuretan atlıqdır. Yüngül və rahat və uzun ömürlü bir atlıqdır. Sizlər də ayaqqabılarınızda belə bir dəyişim istəyirsinizsə, buyurub bizlə əlaqə saxlaya bilərsiniz.